Bugündə danışacağımız stansiya 1970-ci illərdə açılmış sonuncu stansiyadır. 1989-cu ilə qədər Neftçilər stansiyası Bakının sənaye rayonlarını birləşdirən qovşaq rolunu oynayıb. Stansiyanın adı məşhur Bakı neftçilərinin şərəfinə qoyulub. 2016-cı ildə stansiya təmir olunarkən burada neftçilərin əməyini, Bakı neftinin tarixdə rolunu və ümumilli lider Heydər Əliyevin bu peşə sahiblərinə verdiyi dəyəri əks etdirən panolar stansiyada öz əksini tapıb. Bir məqamda diqqətinizə çatdırım ki, Ulu Öndər Heydər Əliyev bu stansiyanın açılışında iştirak edib. Stansiyada Bakı neftçiləri ilə bağlı panolar çoxdur. Bunları biz divarlarda da görə bilirik. Ümumiyyətlə, Bakı nefti istər keçmiş dövrlərdə, istərsə də müstəqillik illərində Azərbaycan üçün çox böyük önəm daşıyıb. İkinci Dünya müharibəsi zamanı Sovetlər Birliyinin Hitler Almaniyası üzərində qələbə qazanmasında da Bakı nefti xüsusi rol oynayıb. Belə ki, İkinci Dünya müharibəsi zamanı iş günü 12 saata qaldırılmışdı. Bakının Ramana, Zabrat, Sabunçu, Buzovna, Maşdağa, Balaxanı qəsəbə və kəndlərində neftçilər durmadan işləyirdi. Mənbələr göstərir ki, 1901-ci ildə Rusiya imperiyasına hasil edilən neftin 91,5%-i Bakının payına düşürdüsə, müharibə illərində Bakı ölkə neftinin 75%-ni, benzinin 85%-ni verirdi. Hər gün suları tən yara-yara bircə gedirik biz buruqlara. Tofiq Quliyevin Dostluq mahnısı və ya neftçilər haqqında adı ilə tanınan bu musiqidən bir parça elə stansiyaya çatan qatarlarda səslənir. Hər vaxt sədaqət şuarımızdır, ayrılmaz dostlar biz, mükəmməl bir qüvvəmiz, qarşımızda baş əyir, mavi dalğalı dəniz. Əziz Bakılılar və şəhərimizin qonaqları, bu həftə sizlərə Neftçilər stansiyasından xəbər verdik. Gələn həftə Xalqlar Dostluğunda görüşərik. Hələlik. Mavi dalğalı dəniz,